Salam, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili müəllimi Nərmin Xalqzadə. Bu videomda sizə 15 iyun tarixində kursumuzda keçirilən sınavın Azərbaycan dili suallarını izah edəcəyəm. Keçək sualların izahına. Sual 1. Aşağıda təqdim olunan nümunədə iki yerdə nöqtələrin yerinə sözlər yazılmalıdır. Həmin sözləri müəyyənləşdirin. Deməli, burada gördüyünüz kimi nöqtələri var. Necə də burada. Deməli, baxaq. İdarənin ştampı həqiqətən Əliyev Orxan Vahidoğlu 90-cı ilin mart ayından Nizami rayonu 227 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Aha, burada həqiqətən sözü bizə ipucu verir ki, bu demək ki, bir arayışdır. Buradan siz bunu müəyyən edə bilərsiniz. Yəni, nöqtələrin yerində yazılmalıydı arayış. Aşağıda qeyd olunmalıydı ki, arayış Nizami rayon təhsil şöbəsinə təqdim etmək üçün verilir. Yəni, birinci sualın doğru cavabı D variantıdır. Keçək növbəti suala. Nümunədə əvəzliklər haqqında hansı fikir səhvdir? Sən mənim könlümü sındırdın nahaq, gedəndə özünü sındırmadın heç. Neçə məktubumu yandırdın ancaq, ümidimi, ulduzumu yandırmadın heç. Əvəzliklərin hamısı ismi əvəz etmişdir. Sən kimsən şəxsdir, kim sual cavab verir düzdür, mən kim, mən, bu da düzdür. Burada bir dənə neçə var, sual əvəzliyi. Bu da ismi əvəz eləmir axı, elə ona görə birinci sualın cavabı A variantıdır. Çünki bizdən səhv istəyir. İsmi əvəz eləmək üçün ismi sualına cavab verməliydi. Baxaq B-yə. Əvəzin məncə 3 növünə aid nümunə var. Bəli, düzdür, sən, mən, neçə, doğrudur. Səhv istəyir, diqqətli olun. Əvəzliklərin hamısı quruluşca sadədir. Bəli, sadədir, sən, mən, neçə. Hal şəkilçisi qəbul etmiş əvəzliklər müstəqil şəkildə cümlə üzvü deyil. Bəli, deyil. Çünki mənim hal şəkilçisidir, ümumiyyətlik hal şəkilçisidir. Mənim könlümdə üçüncü növ təyini sözləşməsidir. Və üçüncü növ təyini sözləşməsi sintax təhlildə bütöv gedir. Bütöv təhlil edirik. Ona görə bu D də doğru fikirdir. Əvəzliklərdən biri mübtəda vəzifəsindədir. Kimsən? Bəli, mübtəda vəzifəsindədir. Ona görə E də doğrudur və sualımızın doğru cavabı oldu A variantı. Və keçirik sual 3-ə. Atam evə gələr-gəlməz yazdıqlarımı soruşdu ki, yazanda bu barədə nə düşündün? Cümləsində səhv fikri müəyyən edin. 3 təsvirlənməyən feil var. Gələr-gəlməz, feili bağlama, yazdıqlarımı, dık feili sifət, yazanda anda bu da feili bağlama. Deməli, A doğrudur. Səhv istəyir bizdən. B variantı. Cümlədə işlənən, təsvirlənən feillər xəbər şəklindədir. Təsvirlənən feillər feilin şəkilləridir. Bizə xəbər deyirsə, baxaq. Deməli, atam evə gələr-gəlməz yazdıqlarımı soruşdu ki, baxın, soruşdu. Du, feilin bir xəbər şəkli. Keçmiş zamanında, deməli, xəbər şəkli də doğrudur. Bir də düşündün, du, burada şuhudi keçmiş zaman xəbər şəklidir. Ona görə bu da doğrudur. Baxaq C-yə. Nümunədə yer zərfi işlənib. Yer zərfi səhvli işləməyib. Burada ev sözü sizi çaşdırmasın. Ev, məkan, yer mənalı isimdir. Rayon, kənd, şəhər, məktəb, belə sözlərin heç biri zərf deyil. Çünki onlar məkan mənalı isimlərdir. Və bu da bizdən səhv istədiyinə görə birinci sualın elə cavabı C olacaq. İsimlər müxtəlif halda işlənib. Atam mənim atam mənsubiyyətdir, adlıq haldadır. Evə, A-ə yönlük haldır. Deməli, bəli, fərqli haldadır. Nümunədə əvəzində iki müxtəlif məna növünə aid nümunə var. Baxaq, bu, bir də nə? Bəli, sual və işarə əvəzliyi görürük. Deməli, bu da doğrudur. Və bizdən səhv istədiyinə görə sualın cavabı C-dir. Sual 4. Hansı cümlədə ha əmr ədatıdır? Baxın, diqqətli olun. Ha həm əmr ədatıdır, həm qüvvətləndirici ədatdır. Əgər ha feilin əmr şəklinə qoşulubsa, olacaq əmr ədatı. Yox, əgər əmr şəklinə deyil də digər şəkillərə qoşulubsa, məsələn, vacibdir, lazımdır, qoşulubsa, bu zaman olacaq qüvvətləndirici ədat. İndi baxın, hava istidir, ha. İsti burada feilin əmr şəkli deyil. Yadda saxlayın, əmr ədatı olması üçün əmr şəklinə qoşulmalıdır. Burada qoşulmayıb, A getdi. Dərslərini yaxşı oxunmalısan, ha, malı feilin vacib şəklidir. Deməli, əmr ədatı deyil. Baxaq C-yə. Di, get. Daha belə etmə, ha, etmə, ha. Bir əmrdir, bu da oldu bir əmr ədatı. Sualın cavabı elə oldu C variantı. Çünki qeyd elədim ki, əmr şəklinə qoşulmalıdır.
Bəs deyil. Xəbər edərsiniz. Ha, ar burada gələcək zamandır. Deməli, burada da əmr ədatı deyil. Getdi. Evdə də sabah tədbirdə gözləyəcəyəm. Ha, burada da acaq gələcək zamana qoşulub. Deməli, bu da əmr ədatı deyil. Əmr olması üçün əmr şəklində qoşulmalıdır. Ona görə doğru cavab C-dir. Sual 5. Verilmiş cümlədə əlavə nəyə aiddir? Baxın, əlavə nədir, nəyə deyilir? İlk öncə bunu bilməlisiniz. Əlavə cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən sözə və sözləşməsinə deyilir. Gəlin bu cümləyə baxaq. O, uşaq olanda atası ilə tez-tez paytaxtı, Bakını gəzərdi. Paytaxtı, yəni Bakını gəzərdi. Burada Bakının sözü paytaxtı sözünə olan bir əlavədir. Biz də bunu müəyyən eləmək üçün sual veririk. Əlavə bu hissədirsə, deməli bu da bura aiddir. Bir dənə sual verək. Haranı? Paytaxtı, yəni Bakını. Haranı sualı da yadda saxlayın, tamamlığın sualıdır. Bəzən bu haraya, harada, haranı sualını tələbələr qarışdırırlar. Yadda saxlayın. Haranı tamamlığın sualıdır. Haraya, harada, haradan zərfliyin sualıdır. Yəni haranı gedib burada zərflik götürməyin, haranı tamamlığın sualıdır. Ona görə 5-ci sualın cavabı B-dir. Sual 6. Alagöz, sarışın, körpəcə bir qız dörd divar içində ağlayır yalnız. Nümunənin təhlilinə aid olan fikirləri müəyyən edin. Deməli, birinci misrada sifətin bütün dərəcələrinə aid nümunə işlənib. Gəlin baxaq. Burada deyir ki, bizə deyir aid olanları müəyyənləşdirin. Birinci misranın sifətin bütün dərəcələrinə aid nümunə var. Sarışın azaltma dərəcəsidir, körpəcə çoxaltma dərəcəsidir, alagöz adi dərəcədir. Ona görə biri daha doğrusu götürə bilərik, bir doğrudur. Bu zaman biz digər variantları da məsələn kənarlaşdıra bilərik. Quruluşca 3 sadə, bir mürəkkəb sifət bir mürəkkəb sifət işlənib. Diqqət edək burada. 3 sadə, bir mürəkkəb sifət. Deməli, burada bir dənə mürəkkəb görürəm, alagözü. Amma sarışın, körpəcə sadədir bunlar. 3 sadə yoxdur. Burada yalnız sözü siz çaşdırmasın. Bu zərfdir. Yalnız ağlayırdı. Bu hərəkətin aiddir. Yəni, bu sifət deyil, bu zərfdir. Onun üçün 2 səhvdir. Yəni, 3 sadə yox, 2 sadədir. Biri sarışındır, biri körpəcədir. Sifətlərin biri ismi xüsusiyyətini daşıyır. Burada ismi xüsusiyyətini daşıyan, yəni isimləşən bir sifət görmürəm. Ona görə 3 də səhvdir. 4-ə baxaq. Sifətlərin hamısı mübtədanın təyin edir. Mübtədanın təyin edir. Mübtəda burada qızdır. Necə qız? Alagöz qız. Necə qız? Sarışın qız. Necə qız? Körpəcə qız. Bəli, sifəti mübtədanın təyin edir sifətlərimiz. Ona görə 4-də doğrudur. Bizdən səhv istəyir. Diqqətli ol. Daha doğrusu bizdən düz istəyir. 3 səhvdir çıxaraq, 4-ü saxlayaq düz kimi. Sonra 5-də azaltma və çoxaltma dərəcəli sifətlər eyni üsulla yaranıb. Eyni üsulla yaranıb, yəni morfoloji və sintaktik üsuldan bəhs edir bizdə. İndi baxın burada. Azaltma, çoxaltma dərəcəli sifətlər. Sarışın, şın, azaltma dərəcəsinin gördüyümüz kimi morfoloji üsuludur. Sonra körpəcə sözü də eləcə çoxaltma dərəcəsinin bir morfoloji üsuludur. Azaltma, çoxaltma dərəcəli sifətlərdə eyni üsul. Bəli, eyni üsul gördük biz burada. Morfoloji, bu da eləcə də morfoloji. Ona görə 5 də doğru cavabdır və sualın doğru cavabını biz C kimi qeyd edə bilərik. Sonra keçək növbəti suala. Düzgün cavabımız C-dir. Keçək növbəti suala. Biri səhv yazılmışdır. Burada cavab C-dir. Çünki metafora yox, metafor. Bu yeni orfoqrafik qaydalarımızda olan dəyişikliklərlə bağlı bir sualdır. Hal-hazırki orfoqrafiyamızda A yoxdur, metafordur. 7-ci sualın cavabı C-dir. Keçək növbəti suala. Dil haqqında verilən fikirlərdən biri yanlışdır. Dil insana məxsusdur, heyvanlar ancaq münasibəti hiss edə bilirlər, doğrudur. Dil ictimai hadisədir, bu da doğrudur. Dil ünsiyyət vasitəsidir, doğrudur. İnsanın dik yeriməyə başlaması səsli ünsiyyətin yaranmasında mühüm amil olub, əlbəttə düzdür. Dil irsiyyət və irqlə bağlıdır, bu tamamilə yanlışdır. Dil heç bir irqi, irsi cəhətlə heç bir bağlılığı yoxdur və düzgün cavab E variantıdır.
Sual 9. Mübtədası, söz birləşməsi ifadə olunan feili xəbərli cümlə. Baxın, feili xəbərli deyirsə, biz ilk öncə ismi xəbərləri kənarlaşdırmalıyıq. Feili xəbərin isə nə olduğuna gəlsək, ümumiyyətlə xəbər iki yerə bölünür. İsmi xəbər, feili xəbər. Feili xəbər feilin təsvirlənən formalarıdır. Bir də frazeoloji birləşmələrdir. Biz feili xəbər deyirsə bizə, gəlin bir qədər diqqətli olaq. Məsələn, A-da şairim, aç payla söz xəzinəni. Bəli, burada aç gördüyünüz kimi feili xəbərdir, çünki feilin əmr şəklidir. Yaxşı, görək, bəs burada mübtədada söz birləşməsi varmı? Xeyr, burada ümumiyyətlə söz birləşməsi ifadə olan mübtəda görə bilmirik. Düzdür, feili xəbərdir. Lakin biz suala tam baxmalıyıq da. Burada həm də deyir ki, mübtəda söz birləşməsi olsun. Götürə bilmirik, getdi. B-də könlümün sevgini məhbubu mənim vətənimdir, vətənimdir, vətənim. Burada xəbərlərə baxın. Heç bir feili xəbər deyil, ismi xəbərdir. Onun üçün B-də gedir. C. Hücuma başlayır mənim söz ordum. Baxın, nə edir başlayır? Bu bizim bir dənə feili xəbərimizdir. Çünki indiki zaman xəbər şəklidir. Başlayanda mənim söz ordum. Nə başlayır? Mənim ordum başlayır. Üçüncü növ təyin söz birləşməsi. Bu da bir dənə söz birləşməsi ifadə olunur mübtədadır. Ona görə o 9-cu sualın cavabı elə C-dir. Yaxşı, D niyə olmaz? Anadır isim xəbər. Burada da nə edir? Çağırır. Feili xəbərdir. Amma mübtədasında söz birləşməsi görə bilmirik. Ona görə də E olmayacaq. Cavab C-dir. Sual 10. Verilmiş sözlərin quruluşa görə növünə əsasən ardıcılığı tamamlayın. Baxın, dinləmək quruluşa görə növ deyir, sadə feildir. Qaldırmaq da sadə feildir. Din deyil ha, sözün kökü, ehtiyatlı olun. Dinməklə dinləməyin, çünki mənə əlaqəsi yoxdur. Dinəndə danışırıq, dinləyəndə qulaq asırıq. Əlaqə yoxdur. Eləcə də burada qanla qaldırın əlaqəsi yoxdur. İkisi də sadədir. Bizə də bura sadə lazımdır. Sadə lazım olduğuna görə cavab elə olacaq A, saxlamaq. Saxlamaq sözü sadə feildir. Duzlamaqda sözün kökü duzdur, duz, duzla. Bağ, bağla, göz, gözlə, iş, işlə. Hər bir düzəltmədir, amma az sadədir. Sual 11. Hansı cümlədə zərf işlənmişdir? Onunla dərsdən sonra görüşərik. Dərsdən sonra ehtiyatlı olun. Sonra sözü həm zərfi olur, həm qoşma olur. Əgər çıxışlı qalı qoşulubsa, bu 100% qoşmadır. Dərsdən sonra. Ona görə A-da zərf yoxdur. Sonra B-də qoy uzansın gecə, geciksin səhər. Nə uzansın gecə, nə geciksin səhər. Hər ikisi də mübtədadır, çünki zərfli suala cavab vermir. Sonra C-də Samir gülə-gülə mənə yaxınlaşdı, gülərək mənə yaxınlaşdı. Burada tərz hərəkət zərfinə oxşuyur, amma deyil. Çünki təkrarlanan sözləri ara qərəklə əvəzləyəndə biz deyirik bu feili bağlamadır. Gülə-gülə gülərək feili bağlamadır. Bu da deyil. Az ye, bax, burada nə qədər yetmir? Biz bir kəmiyyət zərfi görürük, sualın cavabı elə D-dir. E-də isə ümumiyyətlə yoxdur. Keçək növbəti sual, sual 12. Vurğusu dəyişməklə mənası dəyişən sözləri müəyyən edin. Deməli, burada cavab olacaq. Lirika, klinika, bunlar çıxırıq. Bunlarda vurğu dəyişməklə məna dəyişmək yoxdur. Satirik sözüdür, elektrik sözüdür, şaxta sözüdür. Bir var deyirik ki, satirik əsər, son heca necə əsər. Bir də var deyirəm ki, o satirikdir, satirikdir. Burada vurğu i-yə düşəcək. Sonra bir var deyirəm ki, o elektrikdir. Düşdü vurğu e-yə. Bir də deyirəm elektriklər kəsildi. Burada düşdü i-yə. Şaxta. Bir var deyirəm şaxta sərt idi. Son heca. Bir də var deyirəm ki, fəhlələr şaxtanı tərk elədilər. Burada düşdü a-yə. Və doğru cavab 3, 4, 5. Yəni A variantı. Sual 13. Hansı cümlədə sifət təyin vəzifəsindədir? Döyüşçülər cəsarətlə hücuma keçirlər. Bu cümlədə ümumiyyətlə sifət görmürük. A gedir. Oğlanın üzü, əlləri qapqara, saçı isə qıvrım idi. Burada diqqət eləsəniz, olmasını istəyir. Məsələn, burada qapqara idi, qıvrım idi. Biz həmciz xəbərlər görürük. Burada təyin yoxdur. Bu da gedir. O necə də polad biləklidir. Bu sizi çaşdıra bilərdi. Gəlib C-ni götürərdiniz. Amma yadda saxlayın. Qızıldır, gümüşdür, bürünçdür, poladdır. Belə sözlər isimdir. Bu ismin təyin olmağıdır, sifət deyil. Cümlədə sifətləşir, amma isimdir. Unutmayın. Onun üçün C-də deyil. D-də ortalığı gümüşü camlarda. Gümüş isimdir, bəli, amma gümüşü necə sifətdir. Və bu da necə camlarda, gümüşü camlarda və biz burada sifətin təyin olmağını görürük. Deməli, cavab D variantıdır. Bəs eyni olmadı. Taxta qaşıq, necə qaşıq sualını verib düşünərsiniz sifətdir, lakin sifət deyil. Mən bayaq sözlər sadaladım, o sözlərin içində həmçinin taxta da var. Qızıl, gümüş, dəri, saxsı, polad, bürünc, taxta, belə sözlərin hər biri isimdir.
Cavab D variantıdır. Gümüş. Gümüş isimdir. Yəni təkrar qeyd edirəm, amma gümüşü sifətdir. Eləcə də qızıl isimdir, amma qızılı sifətdir. Sual 14. Eyni köklü olmayan sözlər müəyyən edin. Bax, diqqətli olun. Eyni köklü sözləri bilmək üçün 3 əsas qayda var. Birinci odur ki, eyni köklü sözlərdə kök üstəgəl leksik şəkilçi olmalıdır. Yəni, bu mütləqdir. Deyirsiniz ki, qrammatik olar, leksikin yanında olar. Amma leksikim olmasın, kök üstəgəl qrammatik olsun, eyni köklü olar, xeyr olmaz. Tək kök eyni köklü olar, xeyr olmaz. Yadda saxlayın ki, mütləq kök üstəki leksik olmalıdır. Bir də ki, eyni köklü sözlərdə məna bağlılığı olmalıdır. Və digər qaydamız eyni köklü sözlərdə kök eyni nitq hissəsi olmalıdır. Gəlin baxaq. Bizə olmayanı deyir. Əsəb, əsəbi, leksik, əsəbiləş, leksik, əsəb, əsəbilik, leksik. Bu eyni köklüdür. Bizə olmayanı deyir. Anlayışım yoxdur. Hörük, hörməkdən hörük, hörkü, hörül. Bu da eyni köklüdür, getdi. Ələk, əl, ələ, ələk. Əl, ələ, ələk, ələkçi. Əl, əlcək. İndi baxın. Bəzən tələbələr deyir ki, ələk sözü ilə əlcək sözü eyni köklü deyil. Deyir ki, ələklə əlcək nə əlaqəsi var ki, müəllimə? Necə var əlaqəsi? Baxın, biz əlcəyi də əlimizə geyinirik, düzdürmü? Ələyi də əlimizlə ələyirik də. Yəni, əlimizi tuturuq, onu ələyirik. Əlimizi daha doğrusu tutaraq, ələyi əlimizdə tutaraq biz onu ələyirik. Deməli ki, burada sözün kökü əldir. Əldən yarandı ələ, ələdən də yarandı ələk. Deməli, ələk sözünün kökü də bax o əldən gəlir. Çünki əlimizlə ələyirik. Belə yadda saxlayın. Ona görə burada eyni köklük var. Sonra digər variantlara baxaq. D. Gülməli. Gül sözün köküdür. Malı qrammatik şəkilçidir. Bax, yadda saxlayın. Malı həm fe'li sifətin şəkilçisidir, həm fe'lin vacib şəkli. Hər iki halda qrammatikdir. Sonra gül, gülümsə, leksikdir, ımsa. Sonra gül, mə, mək. Ma inkar qrammatik, məq məsdər qrammatik. Burada, indi baxın. Bu görürsünüz, leksik görmədik burada, ancaq qrammatikdir. Burada da ancaq qrammatikdir. Deməli, eyni köklü ola bilməz. Axı biz dedik, eyni köklüdə leksikin işlənməyi mütləqdir. Ona görə sualın cavabı D-dir. Bəs E. Yaz, yazı, yazı, yazıcı, yaz, yazıl. Görürsünüz, hamısında biz leksik şəkilçi görürük. Deməli, E-də də eyni köklü var və doğru cavab D-dir. Sual 15. Məktubu vaxtında çatdırmışdım cümləsindəki fe'li marfur xüsusiyyətlə bağlı səhvləri müəyyən edin. Burada fe'l çatdırmışdım sözüdür. Baxaq. Təsdiqdədir, bəli, təsdiqdədir. Bu doğrudur. Bizdən səhv istəyir. İcbar növdədir, səhvdir. İcbar növü şəkilçisi, bəli, dır və t şəkilçisidir. Amma ehtiyatlı oluruq. Hər dırı, tırı görüb, deməli deyilik bu icbardır. İcbar növ təsirlidən düzəlib, təsirli olaraq qalan fe'lin yeganə bir qrammatik məna növüdür. Bunu yadda saxlayırsınız ki, o təsirlidən düzəlib, təsirli olaraq qalmalıdır. Nə deməkdir təsirli fe'l? Fe'llər hərəkətin obyekti olan münasibətinə görə iki cür olur. Təsirli və təsirsiz fe'llər. Təsirli fe'llər özünün aslı olan sözün ismin təsirli halında işlənməyini tələb edir. Yəni, məsələn, mən deyirəm, sat nəyi, satdır nəyi. Bax, bu icbar növdür. Amma çat nəyi olmur axı, çat haradır. Deməli, bax, bu təsirlidən düzəlmədiyinə görə biz bunu artıq icbar növ götürməyəcəyik. İcbarda təsirlidən düzəlib təsir olaraq qalmaq mütləqdir. Ona görə iki səhvdir. Keçək ardına. Tərkibində iki leksik şəkilçi var. Çat sözün köküdür. Çatdır leksikdir. Mış keçmiş qrammatik, d hissəcik qrammatik, m şəxs sonluq qrammatik. İki leksikimiz var, xeyr. Deməli, 3 də səhvdir də. Cavab belə olacaq A variantı. Birinci şəxsin təkindədir. Bəli, mən çatdırmışdım. Heç bir səhv görmürəm. Xəbər şəklində idi köməkçi hissəciklə işlənib. Bəli, xəbər şəklində işlənib, doğrudur. Heç bir səhv yoxdur. Düzəltmədir, əlbəttə bu da doğrudur. Səhv istədiyinə görə səhv 2-3, yəni A variantı olacaq. Bu qədər.